Dilimizde çok güzel bir ifade var. Değiller ki susmak kızıldı. Ve ardıca da değiller ki ya susacaksan ya da susmaktan değerli bir söz diyeceksen. Oja Süleymanov, bak bu kitabı yazmazdan evvel bu ifadeni çok güzel bilirdi. Ya sus ya da susmaktan değerli bir söz de. Bu bütün Türk dilinde hemen hemen aynı səslənir. Amma Orjas Süleymanov danışmağı o qızıldan üstün tuttu. Demək ki, danışmaq qızıldan da üstündür və bu kitabı yazdı. Bu kitab ortalığa çıxdıktan sonra Orjas Süleymanova qəzetlərdə, jurnallarda işləmək yasağı gətirildi. Qazaxıstan Yazıçılar Birliği'nin üzvlüğündən ihraç edildi. Heç bir yaradıcılıq gecələrinə qatılmadı və hətta deyilənlərə görə ev dustağı elan edildi. Düşünün indi bu kitap Sovet ideologiyasına nə boyda zərbə vurmuşdu ki, Orja Süleymanov haqqında elə qəti bir tədbir görmək məcburiyyətində qaldılar. Orja Süleymanov belə bir kitap yazdı və mən sizə bir şey deyim. Bu kitap dayaz insanlar için değil. İndi mən bu kitabın təbliği ilə məşğulam. Bəzi tarixçi adı altında, dilçi adı altında bəzi insanlar var. Qatıldıkları hər canlı yayında bu kitabı tanıdanları filan belə aşağılayırlar ki, başta mən olmaq şərti ilə. Çünki bu kitabı bu platformada, TikTok'da, YouTube'da mən tanıdıram. Ki insanlarımız bu kitabı oxusunlar, bu kitabın içərisindəki yazılardan hali olsunlar. Və eşitdiyimə görə Qanun Nəşriyyatı bu kitabı Azərbaycan türkçəsinə tərcümə etdirib və satışda da hal-hazırda, qiyməti də 7 manat 99 qəpik. Mən öncə internetdən girdim, baxdım. Kitap mağazalarında var. İstəyən, mən çox yazırlar. Bu kitabı hardan tapmaq olar? Qanun Nəşriyyatının çıxardığı son kitapların arasında bu kitap da var. 7 manat 99 qəpik, 8 manat. Yani elə bahalı bir şey de değil yani. Sigaret çekenlerin 2 kutu sigaret puludur. Amma mənim buradan məni hər canlı qatıldığı canlı bağlantıda aşağılayan, Azərbaycan türkçəsində doğru düz danışa bilməyən, o gəldiyi o dağdan mı, obadan mı, qışlaqdan mı hardansa gəlib və o qışlaqda, obada, o dağda danışdığı o şivəni, o ləhcəni qoltuğuna vurub Bakı şəhərinə gəlib özünü tarixçi olaraq adlandıran bəzi şəxslərə də mənim sözüm. Yenə deyirəm, bu kitab, bax bu kitab, dayaz insanlar üçün deyil. Və Orja Süleymanov bu kitabı yazdığı zaman konkret tarixi qaynaqlara istinad edir. Baxın, bax burada tarixi kitablarda qaynaqlar var. Alt, görürsünüz, bax burada aşağıda, səhifələrin ən aşağısında qaynaqlar var. Bu tamamen bir yazıcı təxəyyülünün məhsulu değil. Bu kitap konkret olarak tarixi faktlara əsaslanaraq yazılmış və bu kitabın əvvəlində də Rusların bir dastanı var. Slovo o polku Igorevə. Igor alayı haqqında dastan. Ki güya bu dastan Ruslara aittir və Orja Süleymanov bu kitabıyla o tezisləri çürüdür. Və birdən-birə Sovet ideologiyasının Rusiya haqqındakı bütün o üstünlükləri alt-üst edir. Amma bu kitabı yazan Orja Süleymanov'u aşağılamaq, yox o tarixçi değil, o bilmem nəçi değil, Orja Süleymanov geologdur. Tarixçi desəniz tarixçilərdən daha üstündür. Dilçi desəniz lingvistdir. Ona bu iradə tutan adamlar Orja Süleymanov'un bildiği dillerin əlifbasında bəlkə öz adını yaza bilməz. Amma Orja Süleymanov en az 5 dil bilen bir araştırmacıdır. Şairdir, yazıcıdır, dövlət xadimidir və Azərbaycanın en yaxın dostlarından biridir ki bizim 90-cı il faciəsindəki məsələdə
bizim haklarımızı müdafiə edən qeyrətli bir türk oğludur. Mənim buradan söylemek istediklerim bu kadar. Ben bu kitabın yine de tanıtımını devam ettireceğim. Çünkü burada Şumerlerle bağlı bölümler var. Şumer dilindeki sözlerle Türk dilindeki sözlerin arasındaki benzerlikle bağlı çok sayıda misallar getirip Hoca Süleymanov ve ben o kelimeleri size tek tek anlatacağım. Kim ne deyir desin, kabul eden de sağ olsun, etmeyen de sağ olsun, ama gene diyelim bu kitap dayaz insanlar için değil. Azərbaycan türkçəsində doğru dürüst danışa bilməyən, özünü elm adamı adlandıran insanlar için hiç değil. Bugünlük söylemek istediklerim bu kadar. Allah'a ısmarladık.